Deməli mövzumuz to be-dir. To be isə olmaq deməkdir. Birinci şəxs vəzifələrimizə baxaq. Şəxs vəzifələrimiz I, you, he, she, it, we, you, they. I mən deməkdir, you sən. Üçüncü şəxsin təklərimiz isə he, o, kişi cinsi, she, o, qadın cinsi, it isə o cinsi. It isə orta cinsi, buraya daxildir heyvanlar və cansızlar. We, biz, you, siz, they, onlar. Bu üç şəxsimiz isə bunların xəbəri də cəmbədir. Müsbət gözündən sonra gələn isimlər cəmdə olur. İndi isə to-be-nin zamanlarına baxaq. To-be-nin ilk zamanı var. İlk zamanı am, is, are. Deməli, ayda işlənir. Am, you-da are, he, she, it-də is, qalan şəxslərimizdə isə are işlənir. Bundan sonra isə to-be-nin keçmiş zaman formaları var. Deməli, are, bir də üçüncü şəxsin fərqlərimiz. Kim bunların mənalarını niyə? Aha, Zümrüd. I mən, you, sən, he, o, kişi cinsi, she, o, qadın cinsi, it, o, əşyalar, biz, Onlar. İndi isə gələk to-be-nin zamanları. Deməli, to-be-nin ilk zamanı var. Deməli, ilk zamanı hansıdır? Kim yer? Aha, Nəzmən. zamanı İlk zamanı, aha. am, is, are. İlk zamanı am, is, are-dır. İndi kim yer? Ayda hansı işlənir? Ayda. You-da.